Məsələ əslində istənilən siyasi hakimiyyət üçün ürək açan məsələ deyil. Və mən çox vaxt nəyə təəccüblənirəm? İqtidar nümayəndələri, iqtidar deputatları, iqtidarın bəlli bir vəzifəli şəxsləri gəlib elə danışır ki, elə bil Adnan Əhmədzadə bunların çevrəsinin, bunların dairəsinin adamı olmayıb, kənarda olub, müxalifətçi olub, arada bir mitinq deyilib, arada neft satırmış mitinqi bizim adamıymış və elə ittiham eləyirlər, sən demə bir deyir, bu agent imiş, bir deyir, sən demə belə. Bəs dünənə qədər siz Adnan Əhmədzadə ilə şəkil çəkdirmək üçün növbəyə dururdunuz və dünənə qədər Adnan Əhmədzadə özəl təyyarəsi ilə Ronaldinho'nun, Messini, onu bunu gətirəndə nazir mavini səviyyəsində aeroportda qarşılama təşkil edirdiniz. ASTV-lər, digər media quruluşları çəkiliş verirlər. İş adamı, böyük iş adamı filan. Yəni bilirsiniz, bu istənilən bir siyasi iqtidar üçün bu belə deyək də reyting sala biləcək hadisədir. Çünki siz vermisiniz buna bu səlahiyyətləri. Siz vermisiniz buna bu vəzifələri. Siz vermisiniz buna bu rıçaqları ki, bu Azərbaycan neftinə müdaxilə edə biləcək rıçaqlar əldə edib. İndi nə deyirlər? Sokarda şöbənin rəisinin mavini imkanları olsa deyirlər, Sokarda rəisinin, şöbənin rəisinin mavininin sürücüsünün nə bilim su daşıyanı, məsələn, bacanağı, məsələn, belə deyərlər, təki bizdən aralı olsun. Yaxşı qardaş, bu şöbənin rəisinin mavininin neft satmaqda nə adiyyəti ola bilər? Bu çıxarılıb, 23-də də çıxarılıb adam. 23-dən bura heç bir adiyyəti yoxdur. Bunu biri çıxsın bizə izah eləsin də. Baş prokuror çıxır, istintaq sirridir. Yaxşı bir şey tapıblar. Elman müəllim Nəsirov bunların ağzına qəşəng söz verib. İstintaq sirri. Təqsirsizlik prezumsiyası. Nə istintaq sirri? Təqsirsizlik prezumsiyasıdır. O cavan uşaqlar tutulmamış mediada palas yazıları çıxır da, düzdür? Yəni Azərbaycanda təqsirsizlik prezumsiyasını mən öz dərimdə hiss eləmişəm. Nədir, necə olur, onu mən bilirəm. Mən onun ağılları danışmıram. Amma burada söhbət baş prokurordan da gedir, digər mühafizə orqanlarından da gedir ki, artıq cəmiyyəti məlumatlandırma zamanıdır. Yəni siz deyin görək bu kimdir, niyə tutulub, nədir, nə deyil? Söhbət 3-5 milyard dollardan gedir. 3-5 milyard dollar Azərbaycanın bir illik hərbi büdcəsidir. Ermənistanın dövlət büdcəsinin yarısı qədər puldur. Yəni bu elə-belə pul deyil. 3 milyard dollar, 3 tır yüzlük dollar demək. 3 tır. 3 milyard dollar il yarım bütün Azərbaycandakı uşaqlara 100 manatdan uşaq pulu deməkdir. 3 milyard dollar nə bilim Sosial Müdafiə Fondunun bir illik büdcəsidir. Yəni bunlar balaca rəqəmlər deyil. Yəni düzdür, Azərbaycanda artıq öyrəşmişik. Milyonlar, milyardlar, 100 milyonlar, 100 milyardlar. Məsələn, Nehrəmlər getdi, dənizin ortasında tikdilər beton yığını, 1 milyard ziyan vurdular dövlətə, Beynəlxalq Bankdan. Cahangir Hacıyev 1 milyard doğradı, yoldaşı getib oturub indi o itə pişiyə 600-700 avroya pal-paltar alır. Çovdarov getdi 2-3 gün oturdu, çıxdı, indi bazar davası döyür, düzdür, milyonlarını geri qaytar, mən yenə mənəm deyir. William Hacıyevin milyonlarını burada arvad uşağı məhkəməyə verib ki, bizim də onun dədəmizə adiyyəti yoxdur. Eldar Mahmudov deyir, mənim ulu babamdan, aşırı evlardan qalıb. Sonra da gəlirik ki, 10 qəpik niyə qaldırdıq və iqtidar nümayəndələri də deyir, biz iqtisadi böhrandır bu. Dünyanın hər yerində, dünyanın hər yerində Adnan Əhmədzadələr var, dünyanın hər yerində William Hacıyevlər var, dünyanın hər yerində Cahangir Hacıyevlər var. Bu və yaxud da nədir o qardaşın Nehrəmlilər var. Yəni yox, İskəndər Şərurludur. Bu birisi ada tikən, Xəzərin ortasında ada tikirdilər. Harda yatıb nə nağıl görüb, yuxuda görüblər. Gəl hanı bə adalar. Yəni dünyanın hansı yerində büdcəyə, dövlətə bu qədər milyonlarla ziyan vurulur? Yəni bu nə yanaşma? Biz məlumat vermirik. Verməyin, yaxşı. Onu biz də bildiyimizi, uydurduğumuzu danışaq və açaq xarici kanalları kim Avropada nə dedi deyə əsaslanaq ona danışaq. Çünki və ictimai rəy də onların əsasında artıq boşluq olanda informasiya boşluğu. Onların dedikləri o boşluğu doldurur. Bizim sonradan dediyimiz heç bir şeyə inanmırlar. Heç də Adnan Əhmədzadəni siz yetim üsür bilməyin. Adnan Əhmədzadə mən deyiləm və yaxud da indi o həbsdə olan partiyalılar, zadlar var. Jurnalist onlar kimi yetim üsür deyirlər ki, bunların dalında pullu adamlar, media təsir imkanı olan adamlar durmasın. Kifayət qədər vəzifəli adamlar da var Adnan Əhmədzadənin dalında. Bu dəqiqə vəzifədə olanlar da var. Media quruluşları da var. Digər quruluşlar da var. Avropadakılar da var. Bəziləri aylıq yedirtdikləri var.
Yəni Adnan Əhmədzadə yetim üsul deyil. Mən sizə sabah elə bir dönəm gələ bilər ki, siz mən Adnan Əhmədzadə əleyhinə danışdığımıza görə bizi həmin o media quruluşları yenə tənqid eləyər ki, siz belə mübarək iş adamını. Məsələn sizə bir xəbər başlığı deyim. İndi xəbər başlıqları nədir, nə deyil, birisi də başlıq, yarım başlıq. Məsələn, Adnan Əhmədzadə 30-a yaxın Azərbaycanlı uşaq futbolçunun xaricdə təhsilini ödəyirdi, maliyyələşdirirdi. İndi o uşaqlar qalıblar. İndi nə yazılıb? Baxın, yazılıb ki, Adnan Əhmədzadənin həbsindən sonra həmin uşaqlar qovuldular. Bax, bu nə deməkdir? Başlıq elə verilib ki, yəni bunu tutmusunuz deyə onlar qovulub. Yəni bu xeyriyyətçi idi, bunlara lütf eləyirdi. İndi sən bunu tutmusan deyə bunlar qovulub. Bəli, təqdimatda burada Adnan Əhmədzadə mesenat kimi təqdim olunur. Bax, siz bunu tutdunuz, ona görə uşaqlar qovuldular. Və yaxud da indi sabah ailələr çıxacaq, sən demə bu Adnan Əhmədzadə ailələrə yardım eləyirmiş, sən demə hansısa məktəblərə kömək eləyirmiş, filan eləyirmiş. Çıxacaq, bəhbəhlə çıxacaq. Yəni, mən başa düşə bilmirəm, bir dövlətin baş prokuroru əgər bir adi cinayət əməl, dövlətə hətta dövlətə xəyanət maddəsi az qala qoyacaqlar, düzdür? Ona ehtiyatla istintaq sirri filan nəymiş istintaq? İstintaq sirrini Rumıniya dedi, istintaq sirrini nə bilim BP dedi. Hamısı yaydan çıxarır neftimizin içində də çıxmayan sonra məslində çox artıq bütün bir çox rəsmi oldu ki, qardaş bu neftin içində nə gəldi, qatıb göndərmisiniz bura. Yəni çox önəmli. Azərbaycanın necə istintaq sirridir ki, o bütün dünya dəvə quşu başını soxur quma, elə bilir ki, gizləndi. İndi biz də başımızı soxmuşuq quma, elə bütün dünya görür nə deyir. Yəni bu məsələdə mən düşünürəm ki, çox su aparacaq və mən düşünmürəm ki, bu təkcə cinayət, iqtisadi cinayətdir. Burada siyasi tərəfi də var, illa da ki var, siyasi bir tərəfi var bu məsələnin. İlla da ki, hakimiyyət daxilində kimlərsə, hansısa qrupmu, klanmı, birlikmi, nə deyirsiniz deyin. Adnan Əhmədzadənin maliyyəsi ilə hansısa siyasi fəaliyyətlərdə bulunublar iqtidar daxilində. Belə də saray savaşı deyək də, yəni bunu. Və mümkündür ki, onlar düzə çıxsın, amma bunu xalqa demək lazımdır. Əgər xalqdan dəstək gözləyirsinizsə, əgər belə, məsəl üçün, Rusiya ilə əlaqəsi var, gedib Ələkbərovun yaxtasında ad gündə iştirak edib, nə bilim, Putinlə belə, məsəl üçün deyək də, demək ki, qardaş, bunun bir siyasi ayağı da var və bu siyasi ayağın qarşısında durmaq, Rusiyanın qarşısında durmaq üçün xalqın həmrəyliyi lazımdır.